Qazlı içkilər gündəlik həyatımızda geniş yer tutan, lakin sağlamlıq baxımından ciddi risklər daşıyan içki növüdür. Tərkibində karbon qazı, şəkər, süni dadlandırıcılar, kafein, fosfor turşusu olan qazlı içkilər xüsusilə uşaqlar və gənclər arasında geniş istehlak olunur. Bu içkilər ilk baxışda sərinləşdirici, ləzzətli və rahatlaşdırıcı görünsə də, tərkibləri səbəbindən qazlı içki sağlamlığa zərərlidir fikri hər keçən gün daha da güclənir. Qazlı içkilərin tərkibi yüksək kalorili və bəsləyici olmayan maddələrlə doludur. Bu içkilərin tərkibində insan orqanizminə faydalı heç bir qida elementi, vitamin, mineral və ya lif yoxdur. Əksinə, çox zaman qazlı içki orqanizmə təsiri baxımından mənfi nəticələr doğurur. Diş çürüməsi, mədə pozuntuları, sümük əriməsi, piylənmə, şəkər xəstəliyi, hətta ürək-damar və qaraciyər problemləri. Qazlı içkilərin zərərləri arasında ən geniş yayılmış və təhlükəli təsirlərindən biri piylənmə ilə əlaqəlidir. Bu içkilər adətən yüksək miqdarda şəkər və kalori ehtiva edir. Orta hesabla bir stəkan qazlı içkidə təxminən 120-150 kalori olur və bu kalori yalnız boş enerjidir, yəni qida dəyəri olmayan, amma çəki artımına səbəb olan enerji. Hər qram şəkərin 4 kalori verdiyini nəzərə alsaq, bu içkilərin nə qədər zərərli olduğunu anlamaq çətin deyil. Qazlı içkilər və piylənmə arasındakı əlaqə bir çox elmi araşdırma ilə təsdiqlənib. Gündəlik 1-2 qutu qazlı içki qəbul edən şəxslərin ikinci növ şəkərli diabet və metabolik sindrom riski 26%-ə qədər yüksəlir. Bu içkilərin qəbulu zamanı orqanizm şəkəri sürətlə qana ötürür. Nəticədə insulin ifrazı artır və qaraciyər bu şəkəri yağa çevirərək piylənməyə səbəb olur. Eyni zamanda qazlı içkilər susuzluq hissini aradan qaldırmır. Əksinə, bədəni daha da susuzlaşdırır. Bu da insanı daha çox içki qəbul etməyə təşviq edir və qida qəbulu artmış olur. Xüsusilə uşaqlarda qazlı içkilərin uşaqlara təsiri həm fiziki, həm də psixoloji inkişafda geriləmələrə yol açır. Enerji içkiləri və sərinləşdirilmiş içkilər isə metabolizmi pozur və maddələr mübadiləsinin normal axışını dayandırır. Əgər sağlam və balanslı bədən istəyirsinizsə, bu içkiləri rasiondan çıxarmaq və gündəlik su istehlakına diqqət yetirmək vacibdir. Qazlı içkilərin zərərləri təkcə daxili orqanlarla məhdudlaşmır. Eyni zamanda dişlərə və ağız boşluğuna da ciddi təsir göstərir. Bu içkilərin tərkibindəki şəkər, fosfor turşusu və digər turşulu maddələr diş minasını zədələyir və diş çürüməsi prosesini sürətləndirir. Qazlı içkilərin uşaqlara təsiri nəticəsində onların dişlərində erkən yaşlarda karies müşahidə edilir. Dişlər inkişaf mərhələsində olduqda turşu təsiri daha da təhlükəli olur və daimi dişlərin sağlam formalaşmasına mane olur. Qazlı içkilərin tərkibindəki süni dadlandırıcılar da ağız boşluğu üçün faydalı deyil. Qazlı içkilərin zərərləri arasında ciddi sağlamlıq problemi kimi sümük əriməsi və osteoporoz riski xüsusilə diqqət çəkir. Bu içkilərin tərkibində olan fosfor turşusu bədəndəki kalsium balansını pozur və sümük toxumasının zəifləməsinə səbəb olur. Fosforun çox, kalsiumun isə az qəbul edilməsi sümük sıxlığının azalmasına gətirib çıxarır. Nəticədə sümüklər daha kövrək və sınmağa meyilli olur. Çünki bu içkilərin tərkibində sümük quruluşunu dəstəkləyən heç bir vitamin və ya mineral yoxdur. Sümüklərin formalaşma dövründə bu içkilərin qəbul edilməsi sümük quruluşunun zəif inkişafına və çevik skelet strukturuna səbəb olur. Əgər bu vərdiş uzun müddətli olarsa, orqanizmdə vitamin D və kalsium çatışmazlığı yaranır. Qazlı içkilərin zərərləri arasında ən çox rast gəlinən və narahat edici təsirlərdən biri də mədə-bağırsaq sağlamlığı ilə bağlıdır. Bu içkilərin tərkibindəki karbon qazı, fosfor turşusu həzm sisteminə birbaşa mənfi təsir göstərir. Həddindən artıq qazlı içki istehlakı mədə qıcqırması, turşu axını, reflüks və həzm pozğunluqları kimi problemlərə yol açır.
Karbonatlı içkilər mədədə köpə səbəb olur və bu da qaz sancısı, ağrı və narahatlıq hissi yaradır. Xüsusilə boş mədəyə içildikdə bu təsirlər daha da güclənir. Mədədə qaz toplanması nəticəsində gəyirmə, şişkinlik və nəfəs darlığı müşahidə oluna bilər. Bu içkilər mədə turşuluğunu artıraraq mədə divarının qoruyucu qatına zərər verir. Nəticədə qastrit, mədə xorasının inkişafı və həzm sistemində iltihabi proseslər baş verir. Hətta bəzi hallarda uzun müddətli istifadə mədə divarının incəlməsi və yemək borusunun zədələnməsi ilə nəticələnir. Qazlı içki və mədə qıcqırması əlaqəsi həmçinin yaşlı insanlar, hamilə qadınlar və artıq çəki problemi olan şəxslər üçün daha da təhlükəlidir. Çünki bu qruplarda mədə klapanı zəiflədiyindən turşu daha asanlıqla qida borusuna geri axır. Nəticə olaraq qazlı içkilərin zərərləri mədə və həzm sisteminin normal fəaliyyətinə mane olur. Qazlı içkilərin zərərləri təkcə mədə və sümüklərlə məhdudlaşmır. Bu içkilər eyni zamanda ürək-damar sistemi və qaraciyər funksiyaları üçün də ciddi təhlükə yaradır. Tərkibində yüksək miqdarda fruktoza, şəkər, kofein və süni qatqılar olan qazlı içkilər metabolik sindrom və insulin müqaviməti kimi vəziyyətlərə səbəb olur ki, bunlar da ürək xəstəliklərinin əsas risk faktorlarıdır. Gündəlik 1-2 qutu şəkərli qazlı içki istehlakı ürək-damar xəstəliyi riskini 20%-ə qədər artırır. Həddindən artıq qazlı içki istehlakı ürək döyüntüsünün sürətlənməsi, əsəbilik və yuxu pozuntuları kimi simptomlara səbəb ola bilər. Nəticə olaraq qazlı içkilərin zərərləri haqqında məlumatlar göstərir ki, bu içkilər nə qədər cazibədar görünsə də, sağlamlıq üçün bir o qədər təhlükəlidir. Bu səbəblə sağlam qidalanma və düzgün içki seçimi vərdiş halına gətirilməlidir. Unutmayın ki, qazlı içkiləri rasiondan çıxarmaqla siz təkcə çəki deyil, həyat keyfiyyətinizi də idarə altına almış olursunuz. Sağlam gələcək üçün birinci addım bu zərərli vərdişlərdən uzaqlaşmaqdır.